Hörmətli tamaşaçılar, Şri-Lankada baş verən son bir məlumatı diqqətinizə çatdırırıq. Şri-Lankada Ditva silikonunun yaratdığı torpaq sürüşmələri və daşqınlar nəticəsində həlak olanların sayı 153 nəfərə çatıb. Bu barədə Reuters məlumat yayıb, bildirilib ki, daha 191 nəfər itkin düşmüş hesab edilir. Ölkə üzrə yarım milyondan çox insan zərər çəkib, 78 min nəfərdən çox insan evlərini tərk etməyə məcbur qalıb. Sinoptiklər həftə sonu yağışların davam edəcəyini proqnozlaşdırır ki, bu da artıq daşqınlardan zərər çəkmiş bölgənin yenidən su altında qalacağı ilə bağlı narahatlıq doğurur. Davam edirik. Rusiya ordusu dünən gecə saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çox kombinasiyalı hava zərbələri endirib. Məlumata görə hava hücumu zamanı müxtəlif tipli, o cümlədən də ballistik raketlərdən və zərbə dronlarından istifadə edilib. Ukrayna lideri Vladimir Zelenski Avropalı tərəfdaşlarına müraciət edərək ölkəsinin sursatla təmin edilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən vəsaitin ayrılmasını istəyib. Rusiyanın Kiyevə gecə boyu davam edən hücumu zamanı Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən dronlar və raketlər şəhərin Darnitsk, Şevçenko, Salominsk, Dneprovsk rayonlarındakı bəzi çox mərtəbəli və fərdi yaşayış evlərində dağıntı və yanğına səbəb olub. Məlumata görə hava hücumu nəticəsində 3 nəfər həyatını itirib, çoxlu sayda sakin xəsarət alıb. Yaralananlardan 19-u xəstəxanalara yerləşdirilib. Hava hücumu zamanı paytaxta daxil olmaqla Kiyev vilayətindəki enerji infrastrukturlarına da ciddi ziyan dəyib. Hazırda Kiyev şəhərinin bir hissəsi işıqsız qalıb. Hücumla bağlı sosial şəbəkələrdə paylaşım edən Ukrayna prezidenti Volodymyr Zelenski Rusiya qoşunlarının Kiyevə və Kiyev vilayətinə hücumu zamanı təxminən 36 raket və 600 drondan istifadə etdiyini yazıb. Hücumun əsas hədəfləri enerji və mülki obyektlər olub. Yaşayış evlərinə çoxlu ziyan dəyib, yanğınlar baş verib deyə qeyd edən Volodymyr Zelenski, ölkənin müdafiəsi üçün hava hücumundan müdafiə sistemlərinin kifayət qədər raket və digər resurslarla təmin edilməsi məqsədi ilə davamlı səylərin vacibliyini vurğulayıb. O, Moskvanın dron və raket zərbələrindən əl çəkmək istəməməsi səbəbindən ölkənin hava hücumundan müdafiə sistemləri üçün kifayət qədər raketlərlə təmin edilməsi və müdafiəsi üçün bir gün belə vaxt itirmədən Avropalı liderlərin Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərarın qəbul etməsinin müharibəni bitirmək üçün atılmalı olan addımlar barədə bütün tərəfdaşlarla mütləq danışıqların vacibliyini bildirib. Rövşən Əliyev, Space xəbər.